Hamımız Ayətül Kürsünü oxuyuruq. Ayətül Kürsü Quranın canıdır. Quran-ı Kərimi Ayətül Kürsüyə sığışdırıb Allah. Ayətül Kürsüdə belə bir cümlə var. Fəmən yəkfur bit-tağut və yu'min billah. Buyurur ki, kim tağuta kafir olsa, tağut nədir? Allahdan qeyri bütün qüdrətlərə, Allahdan qeyri bütün güclərə kafir ol. Əvvəl bu gəlir. Fəmən yəkfur bit-tağut, sonra deyir və yu'min billah və Allaha iman gətirsə. Allahdan qeyri qüdrətlərə kafir olmalısan, üsyan etməlisən, yəni mənəvi baxımdan qəbul etməməlisən. Fəmən yəkfur bit-tağut, əvvəl bu gəlir. Qopdun və yu'min billah, sonra bitişmə gəlir. Bunlardan qopub bitişirsən Allaha, nəticə nədir? Fəqəd istəmsəkə bil-urvətil vusqa, möhkəm ipdən yapışdı bu adam. Bu adam qüdrət mənbəyinə çatdı. Lən fisamə laha, qırılmaz bir ipdir. Əlində özü üçün bir dayaq nöqtəsi tapdı. Möhkəm dayaq nöqtəsi. Öz ayaq üstə durub möhkəmdir, sarsılmaz dayanıb. Heç nə onu ayaqdan sala bilmir.